Mənəvi tərbiyənin və ruhun saflaşmasının ən gözəl fürsətidir Ramazan ayı. Bu ayda insan yalnız oruç tutmaqla kifayətlənməməli, eyni zamanda nəfsini tərbiyə etməyə və mənəvi yüksəlişə çalışmalıdır. İslam Peyğəmbəri bu ayı Allahın ayı adlandırmış və buyurmuşdur ki, Ramazan ayı bərəkət, rəhmət və bağışlama ayıdır. Və Peyğəmbərin Ramazan xütbəsinə biz baxdıqda İslam Peyğəmbərimiz Ramazan ayının fəzilətləri haqqında belə buyurmuşdur. Ya eyyuhən-nas, innehu qad aqbala ileykum şəhrullaha bibərəkətil və rəhmə və məğfirətil şuhur və indallaha afzalus şuhur və əyyamuhu afzalul əyyam və ləyalihi afzalul ləyali və saatuhu afzalus saat. Ey insanlar, həqiqətən Allahın ayı sizə bərəkət, rəhmət və bağışlanma ilə gəlmişdir. O Allah dərgahında ayların ən fəzilətlisi, günlərin ən xeyirlisi, gecələrin ən dəyərlisi və saatların ən üstünə sayılır. Bu mübarək ayda oruc tutmaq, Quran oxumaq və dualarla Allaha yönəlmək insanı günahlardan təmizləyir və ruhunu yüksəldir. Nəfsin tərbiyəsi və orucun hikməti üçün əgər biz Ramazan ayına baxsaq, Ramazan ayında görə bilərik ki, Ramazan ayı nəfsin tərbiyəsi üçün ən gözəl zamanını bilərik, araşdırarıq, taparıq və ən gözəl zamandır. İnsan bu ayda nəfsani istəklərini zovlamağı öyrənə bilir və Allaha daha yaxın ola bilir. İslam Peyğəmbərimiz buyurur, və i'ləmu ənə ənfusakum mərhunətun bi'əməlikum fəfukuhə باستغفاركم وظهوركم ثقيلة من أوزاركم فخففوها بطول سجودكم. Bilin ki, canlarınız əməllərinizin girovundadır. İslam Peyğəmbəri buyurur, onu istiğfar etməklə azad edin. Günahlarınız belinizi ağırlaşdırmışdır. Onu uzun səzdələrlə yüngülləşdirin. Bu ayda insan nəfsini təmizləməyə çalışmalıdır. Günahlardan çəkinməli və Allahdan bağışlanmasını diləməlidir. Nəfsin idarə edilməsinin əhəmiyyəti haqqında biz Allahın kitabı Quran-ı Kərimə müraciət etdikdə görərik ki, Allah Mütəal buyurur: "Və əmmə mən xafə məqamə rabbihi və nəhən nəfsə anil həvə fə innəl cənnətə hiyəl məvə." Biz görürük bu ayədə Ən-Nazirat surəsinin 40-41-ci ayəsində ki buyurulur, kim Rəbbinin huzurunda durmaqdan qorxar və nəfsini pis istəklərdən çəkindirərsə, onun məkanı cənnətdir. Allah məkanını cənnət qərar verər. Bəli, bu ayə açıq şəkildə bildirir ki, nəfsin arzularına tabe olmayan və Allah qorxusu ilə yaşayan insanlar nicat tapacaqlar. Xeyirli əməllərin dəyəri və duaların qəbul olunması üçün biz İslam Peyğəmbərinin buyurduğu cümlə ilə biz tanış oluruq ki, buyurmuşdur: "Nəfəsəkum fihi təsbihun və nəvmukum fihi ibadətun və əməlukum fihi məqbulun və duakum fihi müstəcabun." Bu ayda aldığımız nəfəs təsbih hesab olunur. Yuxunuz ibadət və əməllərimiz qəbul, dualarımız isə müstəcab hesab olunur. Bu hədisdən aydın olur ki, Ramazan ayında insanın etdiyi ibadət və dualar daha çox dəyər qazanır. Allah dərgahında qəbul olunur. Ramazan ayı insanın nəfsinə qalib gəlib onu təmizləməsi üçün ən gözəl fürsətdir, ən gözəl fürsət yaradır insan üçün. Allahdan diləyirik ki, bizləri bu ayda günahlardan pak etsin, nəfsimizi tərbiyə etməyə və müvəffəq etsin
və bizə onun razılığını qazanmaq şərəfi nəsib etsin. Allahım, bu mübarək ayda bizi nəfsimizin tələlərindən qoru. Bizə səmimi qəlbdən tövbə etməyi, sənin razılığını qazanmağı nəsib et.